Pervaneler şam oduna yananda, senden ötürü xəyallara dalanda, gözlərim yollarda qalanda, gözüm baxar, dilim deyər, canım gözüm hardasan? Səndən ötürü yandı könlüm hardasan? Bahar oldu, tumurcuqlar çiçək açdı, bağımızda əyilər də, badamlar da gözəlləşdi. İydələrin ətri ətrafı dolaşdı, çaylar coşar, çeşmələr də pıçıldaşar, gözüm baxar, dilim deyər, canım, gözüm hardasan? Səndən ötürü yandı könlüm hardasan? Bahar keçər, yay da gedər, payız gələr, yağış yağar, narın külək əsər, yarpaqlar da bir düşər, dağ dərəni sel sürüyər, gözüm baxar, dilim deyər, canım, gözüm hardasan? Səndən ötürü yandı könlüm hardasan? İl dolanar, soyuq qış da gəlib çıxar, şaxta düşər, qarlar yağar, pəncərədən gözlərim baxar, dolar, gözüm baxar, dilim deyər, canım, gözüm hardasan? Səndən ötürü yandı könlüm hardasan? Ağ göyərçinlər də bala çıxardı, rəngləri də qar kimi ağappaqdır, qoşulub ata-analarına, səmalara pərvazlandı, dolandıqca bu göyləri şirin qanat çalar, gözüm baxar, dilim deyər, canım, gözüm hardasan? Səndən ötürü yandı könlüm hardasan? Keçdi illər, qız balalar böyüdülər, keçdi illər, qız balalar böyüdülər, nişanlanıb hə dedilər, ağ paltarda bəy evinə köç etdilər, qapılarında zurna çalar, təbil vurar, gözüm baxar, dilim deyər, canım, gözüm hardasan? Səndən ötürü yandı könlüm hardasan? Allah bu qəhrəmanımıza rəhmət eləsin, bu ailəli olub. Amma bizim nə qədər də subay şəhidlərimiz var, belə o subay olub, ailə subay olub, mənə verdim ailəli olub, onu öyle, bağışlığımı üzr istəyirəm. Bu dövrdə bunu elə oğlumu canlandırıb gözümün qabağında, o subayların hamısı üçün bunları həkk eləmişik, demişik, adını da qoymuşdum şehrin bayatılar. Orada dediklərimin, yəni ki, o biri var özümün fantastikam, bir də var ki, real həqiqətlərə söykənən hissələri. Göyərçinlərdir, o qavaldır, çalınmağıdır, çox şey. Onlar həyatda oldu, onlar da gördük, yaşadıq. Yenə də sizə Allah səbirlər versin, Allah sizi qorusun. Bu müharibə çox evlərin ocağını söndürdü. Bu müharibə çox könülləri paymal etdi. Bu müharibə ümidləri qırdı, həvəsləri qırdı, çox sərdlər yaratdı. Yolun üstündə o qədər maneələr güclü oldu ki, onları aşmağa gücümüz qalmadı. Necə qayaları, dağları dırmaşanlar olur, yolda oturur. Bax, biz düz yolda belə dayandıq, belə oturduq ki, taqətimiz kəsildi. Ne üçün oldu bunlar hamısı? Vətənimiz üçün, bizim obamız üçün. Bu görünən bu bayrağı şanlı edən bizim qəhrəmanlarımız oldu. Onu qiymətləndirən, səmalarda yerini göstərən bizim qəhrəmanlarımızın qanı oldu. Allah onlara rəhmət eləsin. Bunların bariz nümunəsi Mətanət bacımızın oğlu Elçindir. Allah ona da səbir versin. Hər halda düz dedilər. Onun üçün nə qədər zəhmət və əziyyət çəkilir. Bir 25, 30, 20, 40 yaşında bir oğlu yetişdirmək üçün, ondan bir fayda əldə etmək üçün, bilirsiniz də qara saçlar necə ağarır? Qar kimi ağarır. Qara saçlar ağarır. Yəni, o bir şeir yazıram, deyəcəm bir dəfə, deyir, ağaran saçları elə bir qardı anamın. Bax, belədir. Bir zamanlar, necə də uzun hörükləri vardı anamın. İndi gəlir elə yaşad olur ki, saç da ağarır, ondan sonra əvvəlki tərabəti gedir cavanlıqda ki, görürsən ki, qocalır.